Sağlam gün ay yenidən sizinlədir. Hər kəsi salamlayıram. Uğurlu gün arzusu ilə hər kəsə söyləmək istəyirəm ki, proqramımız canlı yayımlanır. Həftənin 5 günü, yəni həftə içi hər gün saat 13:00-dan etibarən qarşınızdayıq. Hər zaman verilişimizə qoşula bilərsiniz. Verilişimizin hər anında bizə zəng vura bilərsiniz. 055-254-0106 qaynar xəttimiz, WhatsApp üzərindən bizə yaza bilərsiniz. TikTok canlı yayımımızda isə artıq aktivləşdirmişəm. Bugün biraz ənənəni pozmuşam. Artıq sualları da cavablamışıq həkimimizlə bərabər və qoşula bilərsiniz TikTok canlı yayımımıza. Deyəcəksiniz necə? Günay Zaur axtarış yerinə yazın və yaxud da Günay Qələndərli və görəcəksiniz ki, o canlı yayımdadır. Elə verilişlə bərabər canlı bir efir gedir. Sadəcə buradan birbaşa suallarınızı da ünvanlaya bilirsiniz. Vaxt itirmədən ilk gözəl, dəyərli həkim qonağımı təqdim etmək istəyirəm. O gələndə mən ancaq onu dinləmək istəyirəm, izləmək istəyirəm. Əminəm ki, bizim tamaşaçılarımız da belədir. Onu çox sevirlər. Artıq uzun illərdir ki, bu sahədədir. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabərdir. Xoş gəlib, səfa gətirib. Çox sağ olun. Gözəl, xoş sözləriniz üçün ürəkdən çox şad oldum. Bəli. Siz həmişə mən bura gələndə siz belə çox pozitiv auralı və bu da çox vacibdir. Çünki bir-birimizə bu pozitiv auranı ötürürük həmişə və pasientlərə həmişə faydalı olmağa çalışırıq. Əlbəttə, mən bilirəm. Bax, sizin yolunuzu kiçikdən böyüyə, yeni doğulmuşlardan, bir günlük körpələrdən tutmuş, ta ki 90-95 yaşında nənə babalara kimi insanlar gözləyir və onlar doğrudan da, mən Nərminə xanımın qəbulunda özüm də olmuşam ailəmlə bərabər və görmüşəm o pasientləri ilə necə rəftar eləyir, necə onlara qayğı göstərir, bir qız qayğısı, bir ana qayğısı, bir bacı qayğısı, bu doğmalıq çox önəmlidir və sizin nə dərəcədə vicdanlı həkim olduğunuzu mən bilirəm və siz dəyərli professorumuz Rasim doktorun yetirməsisiz, onun qızısınız, onun yolunu davam etdirirsiniz. Buradan yeri gəlmişkən Rasim doktoru da salamlayıram. İnşallah gələn həftə Rasim doktor gələcək. Onun yolunu səbirsizliklə gözləyirik və bizim dəyərli Nərminə xanım bugün də əli boş gəlməyib. Çox danışmaq istəmirəm, çox sizi yormaq istəmirəm. Bilirəm ki, suallar həddindən artıq çox olacaq. Dediyim kimi artıq veriliş heç başlamamışdı. Artıq tamaşaçılarımız suallar ünvanlayırlar və Nərminə xanım sağ olsun sualları cavabladı. Amma bugün də çox həssas bir mövzudan danışacağıq. Mövzunu elan etməzdən öncə istəyirəm doktorun əlaqə nömrələrini qeyd edim. 051-552-5234, 053-27-18-82. Günün birinci yarısında bizim dəyərli Nərminə Hacıyeva doktorumuz Akademik Zərifə Əliyeva adlı Milli Oftalmologiya Mərkəzində pasientləri qəbul edir, əməliyyatlar icra edir. Günün ikinci yarısında, yəni gün ortadan sonra isə Hat Medicine klinikada pasientləri qəbul edir. İcra etdiyi əməliyyatlar sayısız hesabsızdır. Katarakta, glaukoma, çəpgözlük, keratokonus, eynəkdən azad olma əməliyyatları hər yaşda, göz dibinin genetik xəstəlikləri, görmə sinirinin atrofiyasını və müalicəsini uğurla icra edir. Hansı ki, bununla bağlı bizə çox yazırsınız. Elə bugünkü günümüzdə də onu nəzərə almışıq. Amma bir qısa xatırlatmamız var. Heç yerə ayrılmayın. Çünki bugün də sizin suallarınız burada səslənəcək. Sizə faydalı olmaq üçün qarşınızdayıq. Ona görə biraz da ekrana yaxın əyləşin, gözünüz bizdə olsun. Doktor, göz dibi xəstəlikləri nədir? Bu sualla başlayaq. Buyurun. Göz xəstəlikləri arasında ən təhlükəli hallardır bu hallar. Hər bir insan ildə bir dəfə heç olmasa göz müayinəsindən keçməlidir. Göz dibi problemi həqiqətən problemdir və burada daha çox tez bir zamanda pasientlər bizə müraciət etməlidir. Çünki həll yolları var, yəni bunları həll etmək mümkündür. Və dediyim kimi, bugün də çox həssas bir mövzudan danışacağıq. Artıq qaynar xəttimizə, Instagram səhifəmiz Sağlam Gün Ay ATV-yə suallar gəlməkdədir. Mən onların hamısını bir-bir qeyd eləyirəm. Amma diqqətim təbii ki, həkimdədir. Və çox həssas bir mövzudan danışacağıq. Və görmənin zəifləməsi bəzi hallarda isə tam itirilməsi ilə nəticələnə bilən bir ciddi vəziyyətdir və bir çox insanın həyat keyfiyyətinə çox ciddi təsir edir. Bu barədə ətraflı məlumat almaq, səbəblərini, diaqnostikasını, müalicəsini bilməkdən ötürü ekrana yaxın əyləşin. Allah hamınıza sağlamlıq versin, amma bu xəstəlikdən heç kəs sığortalanmayıb və biraz da belə səssiz xəstəlikdir, biraz geç xəbər tuturlar bundan. Görmə sinirinin atrofiyasından danışacağıq. Doktor, bizə ən çox sual verilən bir xəstəlik, bir diaqnozdur. Mən istəyirəm ki, bugün bunu tamaşaçılara tam çatdıraq. Buyurun. Mütləq çatdıracağıq. Necə ki, siz başladınız bu mövzunu bizim verilişimizə ki, həqiqətən həkim, yəni biz həmişə çalışırıq, pasient bizə gəldikdə artıq problemlə gəlir. Artıq bir şikayətlə gəlir. Yəni hansısa simptomu var, şikayəti var ki, bizə müraciət edir və mən heç vaxt heç bir pasiyenti qırmaq istəmirik, nəsə negativ aura ötürmək istəmirik.
qorxuzmaq istəmirik. Bəzən elə olur, valideynlər gəlir, dedikdə ki, eynəklər taxacaq, üzülürlər, deyirəm, tək ki, eynək olsun, eynək problemi olsun, tək ki, çəp gözlük problemi olsun, amma bəzi hallar məhz bu problemi ilə, bu xəstəlik ilə bizə müraciət etdikdə görmə sinirin atrofiyası, burada qorxuzmaq da olmasa, amma pasiyentə mütləq ətraflı məlumat vermək lazımdır. Çünki bəzi pasiyentlərimiz bilirsiniz, biraz düzgün başa düşmürlər, xəstəliyi anlamırlar, bunun gedişatını, sonrasını, sonunu bilmirlər. Ona görə, yəni bəzən qorxuzmaq da olmasa ətraflı məlumat veririk ki, bilsinlər bunları nə gözləyir, nə baş verə bilər. Bir çoxları artıq gələndə bilirlər, bəli, görmə sinir atrofiyasıdır, toyuq yorluğudur, bilirlər və mən yenə də deyirəm, həmişə xoşlayıram, biraz daha ətraflı bu barədə danışaq. Görmə sinirin atrofiyası çox yayılan bir problemdir. Ümumiyyətlə, görmə sinirin atrofiyası növləri çoxdur. Ən əsas növləri genetik və qazanılma. Yəni, genetik xəstəliklər artıq gendədir, burada artıq yanaşma fərqlidir. Orada kök hüceyrələrdir, yəni, və genetik biraz daha gəlizdir. Çünki geni, mən həmişə deyirəm, yəni mümkün deyil bunu silmək, ləğv etmək, tam müalicə etmək mümkün deyil, amma qazanılma növləri biraz daha mülayimdir, amma yenə də çox təhlükəlidir. Qazanılma nəyə görə yaranır? Səbəblər çoxdur, yəni ümumiyyətlə, görmə sinirin atrofiyası, görmə sinirin quruması bədəndə, orqanizmdə baş verən hər bir xəstəlik yarada bilər. Hər bir xəstəlik travma yarada bilər. Göz travmaları, baş-beyin travmaları, baş-beyin kistaları, şişləri, şiş olduğu zaman və yaxud da cərrahi əməliyyatdan sonra, yəni şişi cərrahi əməliyyat etdi, daha sonra görmə sinirinin quruması əmələ gəldi. Hansısa infeksion xəstəliklərdən sonra, COVID dövründə, COVID-dən sonra, ümumiyyətlə dediyim kimi, hər bir xəstəlik bu problemi yarada bilər. Elə olur naməlum səbəblərə görə. Bildiyiniz kimi, hər həftə bizə bu problem ilə xaricdən müraciət edirlər və elə olur, demək olar 20, 30, 40% hallarda heç naməlum səbəblərə görə deyir. Yəni, hər şey yaxşı idi. Dünənləri sıraha gün bir cavan xanım, 37, 32, 33 yaşı var. Görmə sinirinin quruması, klassik görmə sinirinin hissəvi atrofiyası. Göz dibində görmə sinirinin rəngi avazmış rəngdə, sinir lifləri məhv olmuş vəziyyətdə bir hissəsi gəlib soruşanda ki, bəs necə bildiniz, necə aşkar etdiniz? Mən bilməmişəm, mən 10 il qabaq sürücülük vəsiqələri öz ölkəmdə Rusiyadan müraciət edib, alanda mənim görməmi yoxlamışdılar və mən sağ gözü bağlayanda fikir verdim ki, sol gözün qabağında bir boz ləkə var, pərdə var. Onda artıq araşdırdım, müayinə etdim daha ətraflı və mənə görmə sinirin atrofiyası diaqnozu qoyuldu. Yəni, hətta buna görə hansısa xəstəliklər sizi narahat edir, simptomlarınız var, başqa bir problem. Çünki biz həmişə bunu belə ətraflı yanaşırıq, tək gözə yox. Çünki bu ümumi bədənin bir problemidir. Ona görə mütləq şəkildə ilkin müayinədə bütün anamnez yığılır. Yox, mənim heç bir şikayətim yoxdur. Mən tam sağlamam. Yəni, mədə bağırsaq, heç bir problem yoxdur. Baş, beyin, MRT eləyib, hər şey qaydasında. Yəni, belə də hallar olur. Naməlum səbəblərə görə. Yəni, artıq burada əslində səbəbi heç axtarmaq da lazım deyil. Bizdə diaqnozu var. Biz bunun gedişatını bilirik, sonunu bilirik və müalicəsini əsas. Müalicəsini bilirik. Məhz bizim klinikamızda həqiqətən artıq 20 ildə deyil, yəni bəlkəm də 25 il, çünki atam da bunu bir neçə il öncə, uzun illər bunu müalicə edir və həqiqətən pasiyent gəlib gedəndə bu nəticəni görəndə mən bu barədə danışmaya bilmərəm. Ona görə dönə-dönə məhz bu xəstəlik barədə danışırıq. Ümumiyyətlə, gözdə çox xəstəliklər var. Hətta köməkçim deyir, Nərmin, yenə görmə sinir atrofiyası. Bəli, yenə görmə sinir atrofiyası. Çünki kataraktadır, başqa problemlərdə məlumdur. Bir çox həkimlər bu ilə məşğul olur, amma görmə sinirin atrofiyasından yalnız biz məşğul oluruq. Ona görə dönə-dönə bu barədə danışırıq ki, müraciət etsinlər. Burada vacib məqam nədir? Vaxtında müraciət edin. Hər bir xəstəlikdəki kimi. Çünki görmə siniri ümumiyyətlə nədir? Görmə siniri çox saylı sinir liflərdən ibarətdir. Onlar gözdə görmə barədə informasiya yığır və görmə orqanına, beynimizə ötürür və görmə sinirin atrofiyası həmin görmə sinir liflərin məhv olma, quruma prosesidir və adətən bu proses tədricən aylar ilə, illər ilə irəliləyir, yəni dayanmır və tədricən daha sağlam liflər prosesə
qoşulur və onlar da məhv başlayır. olur, quruyur və bu prosesi mütləq dayandırmaq lazımdır. Çünki mən həmişə deyirəm, məhv olan, quruyan lifi artıq qaytarmaq mümkün deyil. Necə bərpa Əsas olunsun? sağlam lifləri saxlamaq və quruma mərhələdə olan lifləri qaytarmaq, həmin quruma mərhələdə olan liflərin qayıtmasına görə görmə yaxşılaşa bilər, görməyin sahəsi genişlənə bilər və nə qədər siz bizə müraciət edirsiniz, bir o qədər həmin quruma mərhələdə olan liflərin sayı çox olur. Onlar qayıtdıqca əlbəttə ki, görmə qabiliyyəti daha yaxşılaşır, daha yaxşı genişlənir. Ona görə tez gəlin, yəni gözləməyin görmə 2-3% azalsın. 80%, 70% və hətta olur pasiyent 80% görmə ilə gəlir, amma bilir ki, görmə senin qurumasıdır və oxuyub bilir ki, bunun axırı nə ola bilər. Bu 80%-i saxlamaq istəyir. Yəni siz itirəndə o itirəni qaytarmaq çox çətindir. Ona görə vaxtında müraciət edin. Həqiqətən pasiyentdən bu müalicədən sonra xoş sözlər eşitmək, məhz o dedikdə ki, bəli, xarici pasiyentləri mən hiss elədim. Çünki müalicədən sonra biz yoxlayırıq. Mən həkim siz deyə bilərik, yaxşılaşıb. Bəli, mən yoxladım, yaxşılaşdım. Amma bir var ki, pasiyent artıq özü bunu vurğulayır. Bu mənim üçün hər şeydir. Yəni yenə də deyirəm, hər həftə biz bu pasiyentləri müşahidə edirik və axır son zamanlar olan pasiyentləri xatırladıqca onları nümunə kimi burada danışmaq istəyirəm. Bir cavan oğlan 1 ay, hətta 2 ay öncə atası ilə gəlmişdi. Steroid glaukoma, steroid kataraktı. Bu nədir? Yəni gözü qızarırdı və qızaranda deksametazon tərkibli damcılar biz təyin edirik. Ümumiyyətlə bütün həkimlər biz həmişə deyirik ki, 15 gün bundan artıq tökmək qəti qadağandır. Bəzi pasiyentlər başa düşmür və tökür. Bu bizim pasiyentimiz deyildi. Yəni bizdən sonra bu yaranmadı. Hansısa başqa yerdə onu yazdılar. O da mütəmadi olaraq onu istifadə edir. Gözdə mirvari su yaranıb bir qədər, gözdə qara su yaranır, gözdə göz təzyiqi artıb gedir steroid glaukoma. Həmin bu damcıların əks təsirinə görə gəlib ki, bəli, məndə qara sudur və görmə qabiliyyəti azalıb, görmə sahəsi daralıb, gözdə göz təzyiqi. Bir qızartını aradan qaldırmaq üçün bəli, bu problemlər mütləq bu barədə pasiyentlər diqqətli olsunlar. Yəni təcili şəkildə müalicə etdik. Birinci növbədə qlaukoma olan pasiyentlərdə göz təzyiqini salmaq lazımdır. Aşağı səviyyəyə, aşağı saldıq xüsusi dərmanların vasitəsilə və daha sonra bu prosesi dayandırmaq üçün görmə sinirinin daha bundan sonra qurumasını dayandırmaq üçün biz öz müalicəmizi təklif etdi. Və bir aydan sonra, müalicədən sonra özü vurğuladı ki, həkim, həqiqətən məndə görmə sahəsi genişlənib. Biri var, hər hansı bir borunun içindən görürəm, bir də var artıq geniş formada. Yəni bir perimetriya müayinəsində görmə sahəsi 40 dəqiqəlik müayinədir. Düzdür, biz eləyirik və pasiyentlərə sübut edirik ki, bəli, bu müalicədən qabaq, bu müalicədən sonra. Bir var mən deyirəm, bir var həkim deyir, bir var pasiyent özü vurğulayır. Sizin xüsusi aparatlarınız var, hansı ki, uşaqları belə uzaq məsafədən görməsini təyin edə bilirlər. Doktor, görmə siniri atrofiyası ilə bağlı çox suallar gəlir və ilk əlamətlər necə olur? Pasiyentlər daha çox nəyə diqqət etməlidir deyə yazan izləyicilərimiz də çoxdur. Amma bir tamaşaçımız da telefon xəttində bizi gözləyir. Mən istəyirəm ona alo söyləyək. Alo. Alo. Hər vaxtınız xeyir. Eşidirik sizi. Buyurun. Hər vaxtınız xeyir Günay xanım. Nərmin xanım da salamlayıram. Çox sağ olun. Mənim sualım oğlumla əlaqədardır. Onun gözündə sağ gözündə 5% görmədir. Sol gözündə 6%. Astigmatikdir. Müəyyən klinikada yoxlanırıq. Prosta mən Nərmin xanımdan soruşmaq istəyirdim ki, açki taxır mənim oğlum. Prosta mən sormaq istəyirdim ki, onu əməliyyat eləmək olar yoxsa yox. Neçə yaşı var? 30. 30 yaşında. Eynəkdə nə qədər görür? Görməsi elə bil ki, bir gözündə 5%-dir. Eynəkdə, xanım, bəs eynəkdə? Eynəklə nə qədər görür? Yoxlamısınız onu eynəklə? Eynəklə birində 4-dür, birində 5-dir. Burada artıq ambliyopiyadır, tənbəllikdir. Yəni, əgər eynəkdə 4-5%-dir, təsənizi gətirin. Yəni, mən həmişə deyirəm, eynəksiz 4-5% görə bilərsiniz, amma eynəkdə yox. Demək ki, müalicə eləməmişsiniz vaxtında. Burada gedir yüksək dərəcəli astigmat, çox güman ki,
5-6 dərəcədən yüksəkdir, uşaqlıqdan görmürdü, göz inkişafdan qaldı və bu inkişafdan qalma proseslərini 9 yaşa qədər həll etmək olar. Həmin o astigmat eynəkləri taxmaq ilə pasient görür, yavaş-yavaş görmə inkişaf edir və məqsəd eynəkdə görməni 100%-ə çatdırmaqdır. 100% olmasa necə məsələn 50%, 60%, 70%, 80%. Amma əgər sizin oğlunuz 30 yaşında eynəkdə 5-6% görsə, tamam müalicə olmamış gözdür. Yəni bunlar ümumiyyətlə eynək taxmayıblar, eynək üzü görməyiblər. Görürsə Fidan xanım doğruluq dedi. Bəlkə -4, -5, -4, -5 deməli burada iki bu qədər görmə ola bilər. Yəni ola bilər, əlbəttə. Çox azdır. Yox, ola bilər. Əgər eynəkdə göz görmə 5-6%-sə, bəli, biz eynəkdən azad edə bilərik, amma eynək azad olma əməliyyatdan sonra 5-6% görəcəyik. Eynəklə nə görürsə, o faizi də sizin üçün saxlayacaqlar. Bəli, əgər o bəlkə biraz səhvdir, bəlkə eynəksiz 5-6%-dir, eynəkdə bir qədər yaxşıdır. Həmin o bir qədər yaxşı görmə əməliyyatdan sonra olacaq. Fidan xanım biraz həyəcanlıydı, səsindən biraz də hiss kövrəldi, övladıdır, balasıdır. Bəli, kövrəldi. Bəlkə də bilmirdi. Siz yəqin bilmirdi sonra. Bəli. Əgər bu problem deyil xanım, əsas təki göz dibi sağlam olsun. Göz dibi sağlamdırsa, oğlunuz görməni itirməyəcək ən azından. Bəli, çox təəssüf ki, o zəif görür. Siz bir yoxlayın, bəlkə eynəkdə biraz daha çox görür. Eynəkdən azad olma əməliyyatı etmək olarmı? Sualınıza bəli, etmək olar hər bir halda. Cavab verirəm. Ya lazerin vasitəsilə, ya göz içi linzaların vasitəsilə. Hər bir halda etmək olar. Amma pasient eynəkdə nə görür? Əməliyyatdan sonra ən azı onu görəcək. Ola bilər 10-20% daha artıq görəcək, amma ondan artıq yox. Mən istəyərdim elə Fidan xanıma buradan səslənim. Fidan xanım, gördüm çox həyəcanlısınız. Bir gətirin müayinəyə. Bax, günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində Nərmina xanım, Rasim doktor pasientləri qəbul edir. Günün ikinci yarısında isə Hat Medicine klinikada pasientləri qəbul edirlər. Müxtəlif əməliyyatlar edirlər və ən son texnologiyalar, ən son avadanlıqlar da məhz onların klinikasında var. Müayinə üçün hər şərait var. Göz dibi müayinəsindən tutmuş, bugün də haqqında danışdığımız görmə sinirinin atrofiyasına kimi. Bu heç dünyanın bir çox ölkələrində yoxdur bu avadanlıqlar və bu cür mütəxəssislər dediyim kimi dünyanın bir çox ölkələrindən, xarici ölkələrdən, bildiyiniz Avropa ölkələrindən, Rusiya ölkələrindən, yaxın şərq ölkələrindən Məsat Medicine klinikaya Nərmin xanımın, Rasim professorun, doktorun yanına gəlirlər. Ona görə ki, bu yalnız Azərbaycanda məhz Rasim doktorun yolu ilə davam edən bir müalicədir. Doğrudan da onun o yazıları, məqalələri hansı ki, indi də dünyanın bir çox tibbi jurnallarında dərc olunur, müxtəlif dillərdə. Bu olsun ingilis dili, bu olsun ispan dili, bu olsun rus dili və bu məqalələrdən də yararlanan həkimlər var və onun qızı da təbii ki, onun yolunu davam etdirir. Dəyərli Nərminə xanım bugün bizlə bərabər. Nərminə xanım, mən sizə təşəkkür edirəm ki, bu dəyərli vaxtınızı ayırıb gəlirsiniz. Bilirəm ki, bu ərəfədə də biraz qaça-qaçdasınız övladınızla bağlı. Allah hər zaman xeyir işlərə başınızı qarışdırsın. Mən bütün valideynlərə bunu arzulayıram. Təhsili ilə bağlı çox gözəl addımlar atırlar. Allah qorusun. Amma buna baxmayaraq bizə də vaxt ayırıb gəldiyiniz üçün sizə bolluca təşəkkürümüzü bildiririk. Doktor, görmə sinirinin atrofiyası ilə bağlı bizə ən çox verilən sual bayaq da qeyd etdiyim kimi ilk əlamətlər. Biz nədən bilək ki, bizdə görmə sinirinin atrofiyası ola bilər və daha çox nəyə diqqət eləyək? Biz bunu necə sezək? Bəzən ağrı hissi ola bilər, amma həmişə deyil. Onu da vurğulayım. Ümumiyyətlə təsvirlərdə tünd ləkələrin əmələ gəlməsi, görmə sahəsinin daralmasını da onlar hiss edə bilərlər və görmə itiliyin azalması. Biraz diqqətli olsunlar. Mütləq. Çünki görmə sinir atrofiyası mənşəyi, yəni etioloji mənşəyi fərqlidir deyə, bu fərqli simptomlar pasientlərdə müşahidə oluna bilər. Məsələn, elə göz xəstəlikləri var, dediyim kimi, qlaukoma görmə sinir atrofiyasına səbəb ola bilər. Orada göz təzyiqi artır, pasiyentdə ağrılar olur. Amma qlaukoma olmasa olmur. Görmə sinirinin iltixabı prosesi, orada da ağrılar olur. Amma nevrit olmasa ağrılar olmur. Fərqli, yəni ağrılar ola da bilər, olmaya da bilər və əlbəttə ki, görmə sahəsinin və görmə itiliyin azalması. Onlar hiss edirlər. Sadəcə bəziləri biraz bir qədər səhlənkardır, gəlmirlər. Amma yəni özünüzü aldatmayın. Elə bir problem varsa mütləq gəlməlisiniz. Nərminə xanım, diaqnozu necə qoyulur? Yəni indi bizə diaqnozu çox müraciət eləmişəm bir pasiyent kimi, diaqnozu necə qoyacaqsınız? Həqiqətən bizdə dəqiq diaqnoz qoymaq heç bir problem deyil. Heç bir çətinlik yaratmır. Çünki pasiyent gəldikdə rutin müayinə olunur. Refraksiya, tonometriya,
bəbəyin genəlməsi, daha sonra biz özümüz öz gözümüzlə biomikroskopun vasitəsilə, lupanın vasitəsilə göz dibini baxırıq və artıq orada tam diaqnoz qoya bilirik. Əgər bəli, diaqnoz şübhə yaradır, göz dibi tam normaldır, elə də olur. Görmə hissinin rəngi tam normaldır. Onda amma pasiyent zəif görür. Bəli, artıq daha köməkçi aparatların ehtiyacı ola bilər. Bu OKT, göz dibinin OCT müayinəsi, biz sadə dildə MRT deyirik. Görmənin sahəsi və gözəl ERG, elektroretinografiya, göz dibinin elektroretinografiya müayinələrimiz var. Bunlar vurğulayım ki, məhz Zərifə Əliyev adına Göz İnstitut ancaq Azərbaycanda başqa yerdə yoxdur bu. Oradadır. Bəli, hətta başqa həkimlər bu diaqnozdan şübhələnəndə görəsən bu genetikdir yoxsa qazanılmadır, məhz Zərifə Əliyev adına Göz İnstitutu yönəldib. Çünki bu aparatlar məhz oradadır. Başqa aparatlar bizim şəxsi klinikada da mövcuddur. Ona görə yəni heç bir problem deyil, tam dəqiq şəkildə. Bəzən biz xaricdən də yazırlar ki, gəlmək istəyirik. Biz mütləq deyirik, gəlməzdən öncə dosiyələrinizi göndərin, bir müayinə kağızlarınızı göndərin. Biz deyək, gələrsiniz yoxsa yox. Bəzən pasiyentlər vurğulayır ki, nəsə mənə dəqiq diaqnoz qoymayıblar. Mən bilmirəm dəqiq bu genetikdir yoxsa qazanılmadır. Yəni çox nadir hallarda belə şəxsən bizdə bu baş verir. Biz 100% əminliklə tam dəqiq diaqnoz qoyuruq. Çünki hər müalicənin əlbəttə ki, başlayır dəqiq diaqnozdan. Ona görə aydınlaşdırırıq genetikdir yoxsa qazanılmadır. Çünki hər növ müalicələrimiz var və bu yəni bizə əngəl deyil, belə deyim. Doktor, istəyirəm mövzu ilə bağlı sualları səsləndirim, sonra keçim əlavə sualları. Həddindən artıq çox suallar var. Təşəkkür eləyirəm hər birinizə aktivliyiniz üçün. Doktorumuzun nömrəsini də dəfələrlə istəyirsiniz. Tez onu səsləndirim. 051 552 52 34 050 327 18 82 hal-hazırda ekranlarınızda da var. Instagram səhifəsi də ekranlarınızda Göz həkimi Narmina Hacıyeva və görmə sinirinin atrofiyasından danışırıq. Bizə ən çox verilən sual növündən biri də budur ki, çox yazırlar ki, baş travmaları bu problemi yarada bilərmi? Əlbəttə, əlbəttə baş travmaları, stres, əsəb, gərginlik, nə istəyirsiniz, hər bir problem bu xəstəliyə səbəb ola bilər. Yəni diqqətli olsunlar və erkən müdaxilə barəsində sual verən bir izləyicimiz var. Söyləyir ki, mən hiss eləyirəm görmə sahəsinin daralmasını. Erkən müdaxilə görmənin qorunmasına təsir eləyərmi? Yəni mən Əlbəttə ki, əlbəttə ki. Vaxtında bu edilən çox təhlükəli simptomdur. Görmə Sahənin sahəsinin daralması. Bu ya beyinlə bağlıdır, ya deməli görmə xəstəliyi ilə bağlıdır və daha çox burada qara su görmə sinirinin məhz bu pasiyent, yəni bu xəstəliyə aiddir. Ona görə vaxtında müraciət eləyin. Bir izləyicimiz də yazdı indi bu dəqiqə ki, məndə arada paloskalı xətlər, yəni zolaqlı xətlər görürəm, söyləyir. Bu nəyin əlaməti ola bilər? Bu da TikTok canlı yayımıza gəldi bu sual. Paloskalı xətlər bəlkə o uçan cücələri nəzərdə tutur. Şəvari cisimdə üzən liflər ola bilər. Miop pasiyentdir. Yaxından görməsi var. Miyopiya olan pasiyentlərdə göz iridir. Qişalar dartılır demişdik keçən dəfə. Şəvari cisim özü də dartılır. Biraz distruksiya baş verir. Distrofiya baş verir. Distruksiya. Liflər biraz növünü dəyişir. Bir-birinə çarpazlaşır və torlu qişaya kölgə atır. Çox güman ki, o ilə bağlıdır. Və valideynlərin ən həssas yeri kimdir? Uşaqlar. Uşaqlarla bağlı çox suallar verirlər və soruşurlar ki, bax, uşaqlarda biz bunu necə bilək və uşaqlarda bu xəstəlik ümumiyyətlə görmə sinirinin atrofiyası ola bilərmi? Ola bilər, yox. Var, çox yayılıb. Bizdə Azərbaycanda çox yayılıb. Xaricdən gələn pasiyentləri nəzərə alsaq, onlarda da çox yayılıb. Doktor, əlamətləri necə bilək bir valideyn kimi? Onlar görmə sinirinin atrofiyasının ilkin mərhələləri, əgər çox atrofiyaya uğramayıb sinir, görmə hələ də var, pasiyent, valideyn heç vaxt heç nə hiss etməz. Ona görə deyirik, 1 yaşa qədər hər bir halda uşağınızı yoxlayın. Onlar bilirsiniz nə zaman hiss edirlər, haçan ki görmə kəskin dərəcədə azalıb. Yəni artıq oyuncaqlara, telefona, anasının üzünə uşaq reaksiya vermir. Bu artıq kəskin dərəcədə azalıb, onu mütləq gəlirlər. Amma çox az dərəcədə azalma olsa, onlar hiss eləməyəcəklər. Ona görə heç bir şikayət olmasa da 1 yaşa qədər müayinə şərtdir.
Və əziz valideynlər, diqqətli olun. Dəyərli Nərminə xanım bir suallarınızı cavablandırır. Onu da vurğulamaq istəyirdim. 1 yaşa qədər bizim müalicə çox gözəl effekt verir. Çünki bu aylar çox həssas aylardır. Məhz o aylarda görmə funksiyaları bərpa olunur. Hər uşaq normal uşaq anadan gələndə kör olur, yəni o görmür. Tədricən göz dibinə işıqlar düşdükcə, əşyalar işığa düşdükcə deməli orada əlaqələr yaranır və tədricən görmə qabiliyyəti yaxşılaşır. 10%-dən 20%, 30%, 40% və nənə babalarımız demiş ki, 40 gününə kimi göz açılır. Bəli, həqiqətən elədir. Və bu aylarda, həmin həssas aylarda hansısa problem baş versə, 1 yaşa qədər heç bir müalicə aparılmasa, 1 yaşdan sonra, 2 yaşdan sonra nə edirsiniz eləyin, artıq göz tənbəldir. Vaxtında görmə olmayan gözdə daha sonra görmə verə bilməzsiniz. Ona görə anadan gəlmə kataraktalardan, haçan ki gözün içində bulanmış bilur var, tez şəkildə cərrahi əməliyyat etmək lazımdır, obstruksion ambliopiya yaramasın. Çünki işıq düşməsə görmə olmayacaq. Doktorumuzun sözünə qüvvət, vaxtında müayinə etmək lazımdır. Bir izləyicimiz də bayaq yazmışdı, tez onu deyim, soruşurdu ki, uşağı nə zaman müayinə etdirmək lazımdır, oftalmoloqun müayinəsinə nə zaman aparmaq lazımdır. Elə doğulduğu ilk gündə məhz oftalmoloq onun gözünü yoxlamalıdır, bu bir şərtdir. Gələcəkdə yarana biləcək çox ağır fəsadların qarşısını ala bilərsiniz. Qısa aradan sonra elə sizin suallarla davam edəcəyik. Yenidən studiyamızdayıq, sağlamlıq söhbətlərimiz davam edir. Hal-hazırda studiyamızın dəyərli həkim qonağı, hamının sevimlisi, xüsusən də dünyanın hər bir yerindən ona üz tutan pasiyentlərin üzünü güldürən dəyərli cərrah oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Nərminə Hacıyevadır. Bir daha xoş gördük sizi, doktor. Və mən təşəkkür edirəm Nərminə xanıma ki, ona görə ki, bayaqdandır ki, sualları durmadan cavablayır. Nəfəs almağa imkan verməmişik. Sağ olsun və Nərminə xanımı bu müddət ərzində bizimlə bərabər olduğunuz üçün təşəkkür edirik və Nərminə xanım bilirsiniz ki, icra etdiyi əməliyyatlar sayısız hesabsızdır. Kataraktadır, qlaukomadır, çəpgözlükdür, keratokonusdur, eynəkdən azad olma əməliyyatlarıdır, göz dibinin genetik xəstəlikləridir. Bugün haqqında danışdığımız görmə sinirinin atrofiyasıdır. Həddindən artıq çox sual var bu mövzu ilə bağlı. Elə Nərminə xanım da yaxşı oldu ki, bugün bu mövzunu açdı, danışdı. Çünki doğrudan da çox geniş yayılmış bir problemdir. Doktor, görmə sinirinin atrofiyası, müalicəsi necə baş tutur? Ümumiyyətlə, müasir oftalmologiyada bunun müalicəsi nələri özündə cəmləşdirir? Mən istəyirəm bu barədə danışasınız. Ümumən oftalmologiyada pasiyentlər də bilir, hansı pasiyent həkimə, klinikaya müraciət etsə, ona bu xəstəliyin müalicəsi olmadığı sözləri eşidəcək və çox üzüləcək. Bilirsiniz, istifadə edirlər damar genişləndirici vasitələrdən, xüsusi fizioterapevtik aparatlardan, lazer, maqnit, hansılar ki bizdə də var. Bəzi həkimlərdən deməli vitaminlər ilə kateterlər qoşurlar. Amma yəni məlumdur ki, bu müalicə üsulları faktiki heç bir nəticə vermir. Bizim müalicə üsulumuz yeganədir ki, bu xəstəlikdə nəticə verir və burada pasiyentlər özü də bunu hiss edir. Bizim müalicəmiz 5 dənə qola iynədən ibarətdir. Xüsusi analizlər verildikdən sonra şəxsən pasiyentdə bu dərmanlar hazırlanır. Və onu da qeyd etmək istəyərdim ki, bu müalicə tək gözə yox, ümumi bədənə də çox müsbət təsiri var. Bir çox valideynlər qorxur, çünki görmə sinir atrofiyası olan uşaqlar xüsusən nevroloji uşaqlardır, serebral iflicli olan uşaqlardır. Bəli, baş-beyin travma, baş-beyin problemləri, xəstəlikləri olan uşaqlardır. Ona görə mən həmişə vurğulayıram ki, hər bir halda müalicə etmək məsləhətdir. Çünki ümumi bədənə tək gözə yox, çox müsbət təsiri var. Biz onlar halsız, passiv, biri başını saxlaya bilmir, boynu saxlaya bilmir, biri otura bilmir. Hansısa həqiqətən çox passiv nevroloji statusu ilə olan uşaqlar gəlir və onlar necə dirilir? O artıq göz qabağındadır. Yəni bütün orqanizmə, ümumi bədənə çox müsbət təsiri var. Həqiqətən və yalnız sizin uşaqlarda da, böyüklərdə də, amma uşaqlarda xüsusən biz böyüklər artıq bilirlər. Bir xarici pasiyentimiz var idi Qazaxıstandan. Gəlib müalicədən sonra deyir ki, mən orada mənim qan təzyiqim qalxırdı. Burada nəsə bilmirəm, havadandır, nədəndir. Havası düşür Azərbaycanın. Mənim dərmansız artıq qan təzyiqim normadadır. Yəni başa düşdük ki, həqiqətən bizim müalicəmizin təsiridir.
Uşaqlar da həmçinin. Ona görə mən həmişə pasiyentlərə vurğulayıram. Bəzən pasiyent biraz gec müraciət edir. Fikirləşirik, görəsən edək, etməyə, effekt olar, olmaz. Çünki lazım olmasa biz heç vaxtı etmirik. Yəni elə olur, pasiyent özü deyir ki, yox eləyin, biz gec gəlmisiniz, gecikmisiniz ya və yaxud da tam atrofiyadır. Amma əgər görmə varsa, vaxtında müraciət edibsə, mən çox məsləhət görürəm bu müalicəni. Çünki dediyim kimi nevroloji statusa və bütün baş beyin problemlərə, xəstəliklərə çox müsbət təsiri var. Nə yaxşı ki varsınız, nə yaxşı ki sizin kimi savadlı, peşəkar, vicdanlı həkimlərimiz var. Mən sizə təşəkkür edirəm Nərminə xanım bir daha. Yollarınız uğurlu olsun, işləriniz uğurlu olsun və Nərminə xanım günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində, günün ikinci yarısında isə Hat Medicine klinikada pasiyentləri qəbul edir. Bugün görmə sinirinin atrofiyasından danışdıq və doktorumuz demək olar ki, bütün məqamları açıqladı. Hətta müalicənin necə baş tutduğunu da söylədi. Əslində bu müalicə yalnız və yalnız Nərminə xanım və Rasim doktorun iştirakı ilə Hat Medicine klinikada baş tutur və dünyanın bir çox ölkələrindən məhz onları deyib gələn, görmə sinirinin atrofiyası diaqnozu qoyulan insanlar bir şəfa mənbəyi tapırlar və gözlərinə inanmırlar sözün əsl mənasında, çünki çox gözəl nəticələr olur. Əgər belə bir diaqnoz qoyulan yaxınınız, doğmanız varsa, özünüzdə müəyyən şübhələr varsa, vaxt itirmədən həkimin müayinəsinə yazılın. 051 552 52 34 050 327 18 82. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabər idi və qısa aradan sonra yenə çox maraqlı bir mövzu ilə və belə tam fərqli formatda bizi görəcəksiniz. Ekrana yaxın əyləşin.